944-cü il. İntiqam hissiyle alışıb yanan Bərdəli döyüşçülər. Ölmüş Viking qəbirlərindən qılınclar çıxarırlar. Lakin bu silahlar yenidən işə düşməyəcək. Çünki Bərdəyə qan və dəhşət gətirən Vikingləri Tanrı gizli silahla vurdu. Şiddətli qarın ağrısı, ölümcül epidemiya. Nəhəng şimal savaşçıları şimaldan Xəzərə daxil olmuşdu. Dalğaları yararaq gəlmişdilər. Sonra Kür çayına daxil olub. Əsas hədəfə yönəldilər. Hədəf Bərdə. Onun saysız hesabsız xəzinələri. O dövrdə Qafqazın ən böyük şəhəri, ticarət və elm mərkəzi. Digər Azərbaycan və Arran şəhərləri uşaq idisə, onların anası Bərdə idi. Vikinglər qəfildən hücum etdi. Şəhər çaşqın idi. Nəhəng cüssəli şimallı savaşçılar Bərdəni tutdu. Qırğınlar başladı. Amma sonra ölüm mələyi istiqamət dəyişdi. Epidemiya yayıldı. Qəfil, amansız. Döyüş meydanında yenilməyənlər çadırların içində yıxıldı. İmmunitet tanımadığı xəstəliyə qarşı acizdi. Bu zəiflik anını görən yerli əhali üsyan qaldırdı. Düşmənə gözlənilməz zərbələr vuruldu. Pərişan düşmüş şimallılar gecə qaranlığında şəhəri tərk etdi. Qaçdılar. Albaniyanın tarixi paytaxtı Bərdə beləcə acgöz vikinglərin qurbanı oldu. Nüşabənin vətəni Bərdə yenidən ayağa qalxmağa çalışdı. Amma keçmiş şanlı qüdrətini bir daha tam qaytara bilmədi. Tarix yazdı. Bəzən şəhərlər qılıncla yox, taleyin görünməz əli ilə yıxılır.